Dördüncü misal, Aşura orucu. İmami şiyelerində imamların bizə qoyub getdiyi o elmi mirasın halını və keyfiyyətini göstərə biləcək bir başqa parlaq misal da Aşura gününün orucudur. Müəssir şiə alimi Muhammed Kazim Əl-Yazdi öz məşhur Əl-Urvatul Vusqa kitabında Aşura orucunu məkruh, yəni bəyənilməyən oruclar arasında qeyd edir. Lakin bu sadə hökmün arxasında əsrlər boyu davam edən dərin bir ixtilaf və çaşqınlıq yatır. Məsələn, böyük alim Əbulqasim Əl-Xoyi bu məsələyə haşiyə çıxaraq yazır. Müəllif bəzi şeyxlərə tabi olaraq bunu məkruh sayıb. Lakin Əl-Muhaqqiq Əl-Hilli kimi böyük bir alim bunu müstəhəb, yəni bəyənilən oruclar arasında sayıb. Hətta Əl-Cəvahir kitabının sahibi bunun üzərində heç bir ixtilaf olmadığını deyir. Əl-Ğunyə kitabının sözlərindən isə sanki bunun üzərində icma olduğu anlaşılır. Əl-Xoyi daha sonra qeyd edir ki, bəzi şiə alimləri isə bu orucun haram olduğu rəyini müdafiə edirlər. Onlar öz imamlarına nisbət etdikləri bəzi xəbərlərə əsaslanırlar. Məsələn, bir rəvayətdə güya İmam Cəfər Əs-Sadiq deyir, kim bu günü oruc tutarsa, onun qiyamət günündəki payı İbn Mərcənənin, yəni İmam Hüseynin qatili və Ziyad ailəsinin payı olacaq. Ondan soruşurlar, onların payı nədir? Cavab verir, atəş. Əl-Xoyi bu bir-birinə tamamilə zidd olan rəvayətləri təhlil etməyə başlayır. O əvvəlcə bu orucu qadağan edən və ya onu cəhənnəmə aparan bir əməl kimi göstərən xəbərləri bir-bir sadalayır və hamısının istisnasız olaraq sənəd baxımından zəif olduğunu bəyan edir. Sonra isə deyir, lakin bu mövzuda sənədi səhih olan tək bir rəvayət vardır. O da budur ki, İmam Baqir demişdir, bu günün orucu Ramazan ayı nazil olmadan əvvəl var idi. Ramazan ayı nazil olduqdan sonra isə tərk olundu. Əl-Xoyi haqlı olaraq bu səhih rəvayətin heç bir halda bu orucun haram və ya məhkruh olduğuna dəlalət etmədiyini, sadəcə olaraq onun vacibliyinin nəsx edildiyini göstərdiyini deyir. Əl-Xoyi bu tənqidi təhlili daha da dərinləşdirərək davam edir. İstənilən halda bu orucu qadağan edən rəvayətlərin heç birinin sənədi təmiz deyil, hamısı zəifdir və bizim əlimizdə əks dəlilləri, yəni orucun fəzilətini deyən səhih hədisləri təqiyyə adı ilə yozmağımız üçün heç bir mötəbər səbəb yoxdur. Sonra isə o, bu orucun müstəhəb olmasına dəlalət edən rəvayətləri sadalayır. Bu günü oruc tutmağın əmr olunmasına və müstəhəbliyinə dair rəvayətlərə gəldikdə isə onların sayı çoxdur. Məsələn, səhih bir xəbərdə deyilir, Aşura gününün orucu bir ilin kəffarəsidir. Başqa bir muvaffəq, yəni səhihə yaxın xəbərdə isə deyilir, Aşuranı, yəni 9-cu və 10-cu günləri oruç tutun, çünki o bir ilin günahlarının kəffarəsidir. Bütün bu dəlillərdən sonra Əl-Xoyi özü bu qəti nəticəyə gəlir. Ən güclü rəy budur ki, bu günü oruç tutmaq özlüyündə müstəhəbdir. Və həqiqətən də Şeyx-ü Tayfə Ət-Tusi, Şeyx Əs-Sadıq kimi ən böyük klassik şiə alimləri də öz kitablarında Aşura orucunu müstəhəb oruclar arasında qeyd ediblər. Hətta İbn Zəhra Əl-Hələbi bunun üzərində şiə alimlərinin icma etdiyini, yəni ortaq rəydə olduqlarını iddia edir. Beləliklə, bir tərəfdə imamlarından özündən gələn səhih rəvayətlər və klassik alimlərin icmaya yaxın görüşü var ki, bu oruc müstəhəbdir. Digər tərəfdə isə sonradan ortaya çıxan, sənədləri zəif, lakin məzmunu çox sərt olan, bu orucu tutanı cəhənnəmlə təhdid edən rəvayətlər. Və bu iki ziddiyyətli rəvayət yığını qarşısında şiə alimləri əsrlər boyu necə bir mövqe tutublar? Gəlin, onların bu problemi həll etmək cəhdlərinə baxaq. Klassik dövrün alimlərindən Şeyx Əl-Mufid və tələbəsi Ət-Tusi bu ziddiyyətli xəbərlərin arasını birləşdirmək üçün çox qəribə bir yola əl atıblar. Onlar deyirlər ki,
Aşura günü oruç tutmaq olar, lakin bir şərtlə. Bu orucu o günün bərəkəti və fəziləti üçün deyil, İmam Hüseynin müsibətinə üzülərək hüzün və kədər niyyəti ilə tutmaq lazımdır. Əgər bir şəxs nasibilər, yəni əhl-i-beyt düşmənləri kimi o günün fəzilətinə inanaraq oruç tutarsa, günah etmiş olar. Bu izah nə qədər qəribə olsa da, ən azı bir neçə ciddi problem daşıyır. Birincisi, İslam dinində oruc heç vaxt hüzün və kədər üçün tutulmayıb. Oruc bir ibadətdir və ibadət Allahın nemətlərinə şükür etmək, onun razılığını qazanmaq üçün edilir. İkincisi, əgər İmam Hüseyin fəzilətli bir gündə şəhid olubsa, bu həmin günün öz fəzilətini aradan qaldırmış. Və üçüncüsü, bu izah elə şiə kitablarındakı səhih hədislərin özlərinə ziddir. Axı o səhih hədislər açıq-aşkar şəkildə bu orucun məhz o günün fəzilətinə və bərəkətinə görə tutulmalı olduğunu və bir ilin günahlarına kəffarə olduğunu deyir. Necə olur ki, Əl-Mufid səhih hədislərin aşkar mənasını rədd edib, onun yerinə sənədləri zəif olan qadağan edici hədisləri əsas götürür. Bu hədisləri cəm etmək deyil, bu açıq-aşkar ziddiyyətə düşməkdir. Daha sonraki dövrün alimləri isə bu hüzün orucu formulunun da məntiqsiz olduğunu görüb, daha radikal bir yol seçiblər. Yusuf Əl-Bahrani və Əl-Məclisi kimi nəhəng əxbari alimləri heç bir tərəddüd etmədən deyiblər ki, orucun fəziləti haqqında gələn bütün o səhih hədislər sadəcə olaraq təqiyyədir. Yəni imamlar güya sünnilərdən qorxduqları üçün yalandan bu orucu təlifləyiblər. Əhməd Ən-Naraqi kimi bəzi alimlər isə daha da irəli gedərək bu səhih hədisləri tamamilə rədd etməyin və inkar etməyin vacib olduğunu söyləyiblər. Bu, qısa şəkildə şiə alimlərinin Aşura orucu ilə bağlı bir-birinə zidd, çaşqınlıqla dolu mövqeylərinin xülasəsi idi. Bir tərəfdə imamlarından gələn səhih, hətta bəzilərinin icma adlandırdığı bu orucun müstəhəb olduğunu deyən rəvayətlər var. Digər tərəfdə isə sonradan ortaya çıxan, sənədləri zəif, lakin məzmunu çox sərt olan və bu orucu tutanı cəhənnəmlə təhdid edən rəvayətlər. Və bu iki ziddiyyətli rəvayət yığını qarşısında onların böyük alimləri ya məntiqsiz hüzn orucu kimi formulalar icad edir, ya da ən sonda çarəni yenə də o universal dərmana, təqiyyəyə sarılmaqda tapırlar. Amma bu təqiyyə izahı özü özlüyündə daha da dəhşətli bir nəticəyə gətirib çıxarır. Necə demək olar ki, Əhl-i-Beyt imamları sırf özlərini düşmənin şərrindən qorumaq üçün Allahın dini haqqında bilərəkdən yalan məlumatlar öyrədiblər. Fərz edək ki, onlar təqiyyə edirdilər. Bəs bu təqiyyə onlara müsəlmanlara yalan hökmlər öyrətmək, haramı helal, helalı haram göstərmək haqqı verirmi? Təqva əhli olan o böyük imamlara bu cür iyrənc bir xisləti, bu cür əxlaqi süqutu necə yaraşdırmaq olar? Doğru olan budur ki, Aşura gününün orucu sünnət əhlinin xəbərlərində mütəvatir dərəcəsində sabitdir və 24-dən çox səhabə, o cümlədən Əli ibn Əbi Talibin özü bunu rəvayət edib. Şiə kitablarındakı səhih xəbərlər də məhz bunu təsdiqləyir. Bu orucun sonradan inkar edilməsinin yeganə səbəbi isə şiə alimi Əş-Şəraninin özünün də etiraf etdiyi kimi sadəcə olaraq sünnilərə kör-köranə müxalifət olmaq istəyidir. O yazır, müxaliflərə ədavətində həddi aşan və onlara müxalifət etməkdə mübaliğə edən bəzi ravilər sırf onlara bənzəməmək üçün əsassız əməllərdən əl çəkmirlər. Necə ki, bəzi müasir şiələr müxaliflərə müxalif olmaq üçün Aşura orucunun müstəhəbliyini inkar edirlər. Halbuki, onun müstəhəb olması üzərində ittifaq vardı. Bu misal bizə bir daha çox acı bir şəkildə göstərir ki, şiə hədis mirası təkcə uydurma rəvayətlərlə deyil, həm də təqiyyə və kör-köranə müxalifətçilik kimi dağıdıcı prinsiplərlə o qədər zədələnib ki, onların öz böyük alimləri belə ən sadə məsələlərdə belə 100 illərdir ki, həqiqəti tapa bilmirlər.